Hayatınızda sizin için önemli olan olayları paylaşacağınız dostlarınız kadar zenginsiniz. Ve bu da tesadüfen olmaz. Bunu bilinçli olarak inşa etmeniz lazım. Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Bugünkü yayımımızda sizlərlə münasibətlərə əhəmiyyət vermək mövzusunda bir yazımı paylaşacağam. Ümumiyyətlə insan olaraq bizlər hər gün müxtəlif münasibətlərdə oluruq, müxtəlif insanlarla bizim ünsiyyətimiz olur. Biz yeni münasibətlər başlatmalı oluruq və ya əvvəlki münasibətlərimizi inkişaf elətdirmək ehtiyacı duyuruq və ya bəzən də olur ki, biz müəyyən münasibətləri sonlandırmaq məcburiyyətində qalırıq. Belə olan məqamda biz bir insan olaraq münasibətlər qurarkən, onları davam elətdirərkən və ya sonlandırmaq məcburiyyətində qalarkən hansı nüanslara diqqət eləməliyik? Bu yazımızda sizlərə bu nüansları inşallah diqqətinizə çatdıracağam. İnsanın sorğuya çəkməli və fərqinə varmalı olduğu ilk şey içərisində olduğu mühitdə insanlara və hadisələrə hansı niyyətlə baxdığıdır. Platon özünü tanı deyir. Özünü tanımaq bir çox mənaya gələ bilər. Nə istədiyini bilmək, öz sirlərini və zəif cəhətlərini bilmək, digər insanların səni necə qavradığının fərqində olmaq. Həyatını şüurlu şəkildə yaşamaq istəyən insan əvvəlcə öz niyyətinin, motivasiya mənbəyinin və istəklərinin fərqinə vararaq həyata davam edir. Onun gücü niyyətinin saflığından qaynaqlanmaqdadır. İnsan olduğu mühitə müxtəlif səviyyələrdə şüur və fərqində olma ilə gələ bilər. Şüuru və ya fərqində olmanı bir lampaya bənzətsək, 25 vatlıq lampa işığı ilə mühiti işıqlandırmaq mümkün olduğu kimi, 150 vatlıq bir lampa ilə də həmin mühiti işıqlandıra bilərik. Yəni, insan olduğu mühitə özü ilə hansı dərəcədə parlaq şüur ilə gəldiyini özü seçə bilər. İki nümunə ilə məsələni sizə izah etməyə çalışacağam. Birinci nümunə. Bir ailədə kişi-qadın münasibətinin necəliyi barədə bir-birinin istəklərinin nə dərəcədə hesaba alınıb-alınmadığı mövzusunda fərz edək ki, qadın daha şuurlu davranır və daha çox fərqindəliyə sahibdir. Və yenə fərz edək ki, qadın kişidən daha çox qayğı və emosional yanaşma gözləyir. Amma kişinin belə dediyini düşünək. Kişi olduğum üçün evlilik münasibətimizdə bütün cəhətlərdə sənin qədər həssas deyiləm, elə yetişdirilməmişəm. Sən daha dərin bir fərqində olma və şuur səviyyəsi ilə münasibətimizi qavrayırsan. Qadın olduğun üçün həssas ola bilmək sənə görə daha asandır. Mən bunu bacarmıram. Məndən sənin olduğun qədər həssas olmağı gözləmə. İkinci nümunə. Həm unutqan, həm də səliqəsiz bir gənc qız fərz edək. Onu tanıyanlara unutqanlıq və səliqəsizliyindən bəhs edərkən, nə etməyi çox unutqanmam, özümdən asılı deyil, desin və özünün dəyişə bilməyəcəyinə inanmış olsun. Evləndikdən sonra həyat yoldaşı da onun unutqan və səliqəsiz bir insan olduğunu qəbul edərək, daim onun qoyub getdiyi və ya unutduğu şeyləri toplayan biri olsun. Bir müddət sonra övladları dünyaya gəlir və fərz edək ki, indi həmin uşağın 5 yaşı var. Gənc xanım hələ də unutqanlıq və səliqəsizliyindən bəhs edərkən eyni cümləni işlətməkdə davam edir. Nə etməyi çox unutqanam, özümdən asılı deyil. İndi bu gənc anaya, övladınız artıq 5 yaşındadır, neçə dəfə onu evdə və ya maşında unutdunuz və ya alış-veriş üçün getdiyiniz marketdə itirdiniz sualını versək, yəqin ki o, siz nə danışırsınız, o mənim balamdır, bir ana balasını necə unuda bilər ki, cavabını alacaq. İndi isə hörmətli dinləyicilər, gəlin bu iki кейzi birlikdə nəzərdən keçirək. Birinci misaldakı kişinin həyat yoldaşına söylədiyi düşüncələrini
Münasibətimizi işıqlandırmaqda sənin lampan daha parlaqdır, mənim lampam isə səninki qədər işıq saçmır şəklində bənzətmək mümkündür. Və kişi bu şəkildə düşünmək əvəzinə ki, əgər istəyərsə, öz lampasının gücünü artıra bilər. İkinci misaldakı gənc ana övladı ilə münasibətinə 150 vatlıq bir işıq tutur və bunda tamamilə məsuliyyət daşıdığını bilir. Amma unutqan və səliqəsiz olmasına 25 vatlıq bir lampa ilə işıq tutur ki, istəyərsə, o da bu zəif yönünü düzəltmək üçün lampasının gücünü artıra bilər. İndi əsas sual budur ki, niyə münasibətlərimizə daha sönük lampa ilə baxırıq? Niyə lampanı daha çox işıq verən bir lampa ilə dəyişdirmirik? Birinci nümunədəki kişi həyat yoldaşı ilə olan münasibətini nə qədər önəmli görürsə, bu münasibətində nə qədər məsuliyyət hiss edirsə, həyat yoldaşına həssaslığı və dəyər vermə dərəcəsi o qədər olacaqdır. Eyni zamanda ikinci nümunədəki gənc ana uşağı ilə münasibətinə önəm verdiyi və məsuliyyət hiss etdiyi dərəcədə özü ilə münasibətinə önəm verib nöqsan cəhətlərinə daha məsuliyyətlə yanaşarsa, o zaman özündəki müsbət dəyişiklikləri hiss edəcəkdir. Birinci nümunədəki kişi, mən belə yetişdirilməmişəm, bacarmaram. İkinci misaldakı gənc ana isə, özümdən asılı deyil, dəyişə bilmərəm şəklində düşünməklə və ya söyləməklə məsuliyyətdən boyun qaçıra bilməz və boyun qaçırmamalıdır. Xülasə, istər özümüzlə, istər ətrafımızdakı insanlarla münasibətimizin təməlində yenə niyyət vardır. Qurduğumuz münasibətin mənim üçün mənası nədir? Nə üçün bu münasibət içərisindəyəm? Bu kimi suallara verilən cavablarımıza uyğun olaraq münasibətlərimizin əhəmiyyət dərəcəsini təyin edə bilərik. Təsəvvür edin ki, bir tanışınızla onunla görüşmək istədiyinizi və görüşmələrinizin sizin üçün önəmli olduğunu söyləyirsiniz. Amma görüşmə yerinə hər dəfə 10-15 dəqiqə gecikirsiniz. Üstəgəl tanışınız danışarkən siz ətrafda gəzişən insanları izləməklə və ya telefonunuzla məşğul olursunuz. Sizin bu cür davranmağınız qarşınızdakı tanışınıza nə ifadə edər? Sizin onunla görüşməyə və söhbət etməyə çox istəkli olmadığınızı. Bir insan üçün hər hansı bir mövzunun həqiqətən maraqlı olub olmaması, o mövzu haqqında söhbət edilərkən mövzunun fərqində olma və söhbətə əhəmiyyət vermə dərəcəsindən asılıdır. Həyatını şüurlu şəkildə yaşamaq istəyən insan özü ilə mühitə gətirdiyi niyyətindən 100% məsuliyyət daşıdığının şuurunda olmalıdır. Niyyətinin saflığı içərisində onu maraqlandıran mövzuya əhəmiyyət verərək münasibət qurmalıdır. Yəni, mövzu onu maraqlandırmırsa, onun üçün əhəmiyyət daşımırsa, saxtakarlıq edərək maraqlanırmış kimi görünməz. Çünki o, həm özünə qarşı şəxsiyyət bütövlüyünü qoruyan, özünü aldatmayan, həm də münasibət saxladığı insanlara qarşı dürüst insandır. Həyatını şüurlu yaşamaq istəyən insan da sıravi insanlar kimi cəmiyyət içərisində yaşamaqdadır və onun da tanışları, dostları və ailəsi vardır. Sadəcə öz istəkləri istiqamətində davranması doğrudurmu? Ətrafındakı insanların da istəklərini hesaba almaq lazım deyildirmi? Bu sualların cavablarını yenə aid olma və fərd olma tarazlığına əsaslanaraq vermək olar. Şüurlu həyat yaşayan insan özünün nə zaman və hansı şərtlərdə bəli və ya xeyr deməli olduğunu kəşf etmiş insandır. Bu bəli, xeyr tarazlığı içərisinə onun ətrafındakı insanlar, yaxınları, dostları və ailəsi də daxildir. Yəni, şüurlu həyat yaşamaq istəyən insan olduğu mühitə özü ilə gətirdiyi şüurunu hansı təməllər və dinamikalar üzərində qurduğunu bilən birisidir.
Həyatını şüurlu yaşamaq istəyən insan bir şeyin də fərqindədir. Xeyr deməyi bacarmayan insan gücsüz insandır. Xeyr deməyi bacarmayan insanın bəli deməyinin də mənası yoxdur. Həyatını şüurlu yaşamaq istəyən insan xeyr və bəli deməsi ilə həm özünün, həm də münasibətdə olduğu insanların sərhədlərinə hörmətlə yanaşdığını bilir və digərləri tərəfindən də bunun dərk edilməsini istəyir.